Binəqədi rayonu Adil Məmmədov 10A ünvanında yaşayan Güloğlan Əzimov deyir ki, yaşadığı mənzili 2016-cı ildə alıb. Bu müddət ərzində mənzilin sənədini ala bilməməklə yanaşı, satışı həyata keçirən Avrogrand MMC şirkəti onu məhkəməyə verib. Müsahibimin sözlərinə görə problem şirkətin rəhbəri dəyişdikdən sonra yaranıb. Belə ki, şirkətin rəhbəri mənzilin öz atasına aid olduğunu deyib. Bundan sonra isə Güloğlan Əzimovun qarşısına 2 şərt qoyulub. Ya mənzili tərk etməli, ya da 40 min manat təzminat ödəməlidir. Bu götürüb məni verib məhkəməyə. Bəs mənim 2016-cı ildə 08-02, yəni fevral ayında atam rəhmətə gedib 2020-ci ildə rəhmətliyin adına o vaxtı atam ev alıb öz adına. Bina 10A, mənzil 10. Heç nə olmayıb. Birinci gün 106 min sahib verdiyim puldu, borcum da yoxdur. Qeyd edək ki, sözü gedən şirkətin rəhbəri artıq həbs olunub. Buna görə də MTK-nın işlərini hazırda binanın komendantı Alverdi Bayramov idarə edir. Komendant deyir ki, Güloğlan Əzimov illərdir bu mənzildə yaşayır. Onun şikayətinə gəlincə... Vətəndaşlar var ki, o vaxt rəhbərliyin tutulmağından, həbsə düşməyindən istifadə eləyərək qeyri-rəsmi imzalar attırıblar kimlərəsə. İndi o hal-hazırda istintaqı gedir. Evləri mənimsəyiblər. O mənimsəmədən də şirkətin rəhbəri belə deyib, bankrota düşüb. Hal-hazırda, yəni bax bu binanın, bizim binada elə bir ciddi problem yoxdur. Kupça şirkət vermir deyəndə hələ istismara verilməyib bina, müəyyən çatışmamazlıqlar var. Sənədlər daha doğrusu hazırlanmışdı. Müəyyən səbəblərdən müvəqqəti olaraq dayandırılıb. Bəs belə bir vəziyyətdə çıxış yolu nədir? Hüquqşünaslar deyirlər ki, vətəndaş mənzil alarkən ilk növbədə hər hansı hüquqi şəxslə müqavilə bağlamalıdır. Belə bir problem yarandıqda isə çıxış yolu məhkəmədən keçir. Qarşı tərəf olaraq, cavabdeh olaraq həmin hüquqi şəxsi göstərməlidir və belə olan halda da əgər məhkəmə işi araşdıracaq, əgər müqavilədə həmin mənzilin təhvil verilməsi hüquqi şəxsin öhdəliyidir, onda məhkəmə həmin şəxsin üzərinə həmin mənzil təhvil verməklə bağlı qərar qəbul edəcək. Belə olan halda onu bugün təmsil edən direktor da həmin məhkəmə qərarını icra etməlidir. Hüquqşünas Ruslan Vəliyev onu da bildirdi ki, vətəndaşın mənzil aldığı şirkətə yeni bir rəhbər təyin edildikdən sonra belə həmin direktorun yenidən hər hansı formada vətəndaşdan təzminat istəməsi ya da ona mənzilin tərk edilməsi ilə bağlı göstərişlər verilməsi qanuna zidd olacaq. Odur ki, məsələnin həlli məhkəmənin qərarından asılı olacaq.